Salamlar, vaxtınız xeyir olsun. Mən Adgüzəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz dəfələrlə bu mövzu ətrafında e, digər youtuberlərin yaxud psixoloq, psixiatristlərin mövzuları getsə də, demək olar 100-ün 70%-i həllini məsələ tapmayıb. Yəni bipolyar pozuntu. İnsanlar hər zaman hər hansı bir növ psixoloji xəstəliyi, yəni iki qütblü mənasını verir də. Məsələn, günün yarısına qədər kefsiz, günün yarısından sonra deyib gülür, bilmir nəyə deyib gülür, yaxud bilmir niyə pis olur. Bəzən insanların əksəriyyəti psixoloji xəstəliklərini gizlətməyə çalışırlar və nəticədə iki qat zərbə alırlar. Bu sənə utan, ayıb olsun, sən xəstəsən kimi timsalın vermir. Ona qalsa hamı xəstədir. Ona qalsa demək olar, Azərbaycanın bir 60-70% psixoloji xəstədir. Əsəb, gərginlik, stressdən təbii ki, doğub yaranan, meydana çıxan bu kimi fazalardır. Və bunu bipolyar pozuntunun ən qısa, net, real olaraq ortadan qaldırılmasının həll yolu ondan ibarətdir ki, daim olaraq başını müsbət hobbi kimi sən edən bir şeylərlə qatmalısan. Məsələn, bəzi insanlar var, idmana meyillidir. Oğlan, qız fərq etməz. Bəzi insanlar var, kitabdır, oxuyurlar. Yəni ondan belə zövq alırlar. Bəzi insanlar var, adi düşürlər 5 dəqiqə gəzməyə, hava almağa. O belə onlara bəs edir. Bu kimi psixoloji xəstəlik fazasından çıxsınlar deyə. Və heç zaman kənar təsirlərin bəzi aspektləri var ki, onlar qohum-əqraba, bəzi hətta belə deyim, elə gic-gicə qohum-əqrabalar var ki, onların danışığına, dilinə düşərlər deyə əksər şeylərini gizlədirlər ki, bir də buna kənarda deyirlər ki, sən xəstəsən, gicsən, dəlisən, bunun özünə psixoloji aparmağına var belə. Amma bilmirlər ki, hər insanın psixoloji fazasının müsbətli mənfiyə doğru dəyişməsinin səbəbi əksəriyyətinin ailə fərdləridir. Yaxud təməldən olaraq anasıdır, qardaşı, bacısı, kimsə ya da küçə ətraf mühit təsiri. Heç kim öz-özündən, yəni belə deyim sizlərə, xəstə nə doğulmur, bu anadan gəlmə 100%1 ola bilər. Amma əksəriyyəti sonradan formalaşmış bir şeylərdir. Çalışın müsbətə doğru bir şeylərlə başınıza qatın ki, bipolyar pozuntunun mənfi zərrəciklərini aradan qaldırasınız.